sehirli bir yerdir ki, burada bilik öyrənmək belə mənim üçün maraqlı gəlməyə başladı. Mən Fidan Cəfərli, 17 yaşım var. Bakı Dövlət Universitetində Sosiologiya fakültəsində oxuyuram. Bura İsmayıllı rayonundan gəlmişəm. Dostlarım mənə deyirdi ki, səndə potensialı görürəm, məncə yazıl get. Prosta ailəmə görə qalmışdım. Çox həyəcanlı idim bura gələndə. Qorxurdum ki, heç kəslə dost ola bilməyəcəm, tanış ola bilməyəcəm. Məndə biraz özünə qapanıqlıq var idi, çox ünsiyyətçi bir insan deyildim. Amma gələndə gördüm ki, uşaqlar özü yaxınlaşır, özü səmimi olur. Çox səbirsiz bir insanam, gözləyənə çox sıxılan bir insanam. Amma yəni burada elə deyil. Gözləmək belə həqiqətən çox maraqlı keçir. Yəni bura gələndə, gözləyəndə yenə də səbirsizləndim ki, ayda görəsən girəcəm, nə olacaq, gözləyə bilmirəm, sıxılıram falan. Amma gördüm ki, həqiqətən də heç tanımadığım insanlar mənə yaxınlaşır. Həqiqətən burada açılışdım, burada öyrəşməyə başladım. Necə kimə yaxınlaşacağımı, kimlə necə davranacağımı, ünsiyyət quracağımı burada öyrənə bildim. Komanda möhtəşəmdir. Instagramda gördüyümdən belə möhtəşəmdir. Mən belə düşünürdüm ki, yəni bilik öyrənmək sıxıcıdır da, yəni mən həmişə belə gəlirdi. Ona görə oxumağa çox həvəsim yox idi. Məkandan asılıymış deyə öyrəndim. Yəni bura gəldim, gördüm ki, həqiqətən də ki, nağıllar diyarında, yəni sehirli bir yerdir ki, burada bilik öyrənmək belə mənim üçün maraqlı gəlməyə başladı. Tək müəllim yox, buradakı tələbələrdən də mən çox şey öyrəndim, müəllimlərlə yanaşı. Öyrəndiklərimin hamısını əlimdən gələn qədər tətbiq elədim. İmtahan günü çox həyəcan yox idi əslində, amma o səhnənin arxasında, yəni oradan çıxandan sonra deyirsən ki, ayda kaş orada biraz da qalaydım. O səhnə arxasında əlim ayağım əsirdi. O pərdə ki açıldı, özümüzü tamamilə səhnəyə buraxdım. Təbii ki də aktyor olmaq rahat bir şey deyil. Mən bura gələndə öyrəndim. Buradakı uşaqların yorğunluqlarını görmüşəm. Heç qıraqdan göründüyü kimi deyil. Mən düşünürdüm ki, filmə baxanda hə bir səhnə nə olacaq ki, bu çəkiblər də. Elə olur gecə yatmırlar. Həqiqətən çox çətindir. Bura çox vaxt uşaqlar ailələrinin dəstəyi ilə falan gəlir, amma mən heç kəsin dəstəyi olmadan gəlmişəm. Yəni nə ailəm deyib ay get, hələ də heç kəs mənə dəstək eləmir, yəni dəstək vermir. Amma mən göstərdim də, yəni ki, dalınca gedəcəm də, əl çəkməyəcəm buna. Yəni heç kəs bunu bəhanə edə bilməz ki, heç kəs mənə dəstək eləmir. Lazım olsa özüm dəstəkləyirəm və həqiqətən bacardığımı da düşünürəm. Özümdə nə dəyişikliklər hiss edirəm? Dost olmaq, dostlaşmaq, ona yaxınlaşmaq, kiminlə necə davranmaq, komplekslər, bunların hamısı məndə artıq formalaşıb özümdə oturduğunu hiss edirəm. 3 ayda belədirsə, mən düşünürəm ki, mən buranı bitirəndə daha sərbəst olacaq. Yəni o qıraqda falan mentalitet söhbətləri olur ki, mən həmişə bunlardan çəkinmişəm, onu geyimimdən belə eləməyim, amma burada elə bir şey yoxdur. Burada artıq əvvəl fikirləşirdimsə, indi fikirləşmirəm ki, nə edəcəm. Yəni bunları özünüzə bəhanə olaraq görməyin, bəhanə olaraq bilməyin. Yəni mütləq əgər qarşınıza çıxsa, içinizdə bir qram bir həvəs varsa, bunun arxasınca gedin. İçinizdəki uşağın səsini mütləq dinləyin. Onu çölə çıxardın. Yəni mütləq bura gəlməlisiniz. Yəni bu macəraya, yəni siz də bizimlə bir yerdə mütləq davam etməlisiniz deyə düşünürəm.